Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün size makyaj masamı göstereceğim. Neyi necə düzenlediğimi, neyi hardan əldə etdiyimi ətraflı şəkildə sizə izah edeceğim. Gəlin keçək videoya. Burada dodaq boyalarımı koyduğum bir orqanayzer var. Burada həm daha estetik görsənir, həm də əlimin altında olur. Gündəlik məsələn istifadə etdiyim Rare Beauty'nin bu ənliyi əlimin altında olduğu üçün tezliklə makyajımı edib evdən çıxa bilirəm. Həm əlverişli, həm estetikdir. Burada ise fırçalarımı koyduğum orqanayzerim var. Hansı ki bu çox əlverişli bir orqanayzerdir. Çünkü içi hem bu şekilde fırlanır, hem de orqanayzerin üstü kapalı olduğu için fırçaları tozlanmaktan koruyur. Burada ise benim minik akvaryumum var. Daha sonra ise burada 3 adet rəfim var. En üst hissədə 2 ədəd Abadok, McDonald's'dan çıxmış belə bir kiçik oyuncaq. Belə bir heykəl var, hansı ki suvenirli qabdır. Mən bunu özüm boyamışam tamamilə sıfırdan, masterclasslarım birində. İçərisində balıqlarımın yemi var. Yine eyni şəkildə burada balıqlarımın yemi var. Arxa hissədə belə bir duş jeli var. Hansı ki bu bir ara çox popüler olmuşdu. Məndəki bombshell qoxuludur. Hələ ki istifadə etməmişəm. Bu hissədə isə ətirlərim var. Belə ki məsələn arxa hissədə Dolce Gabbana'nın belə bir ətri var. Daha sonra doldurulma ətirlərdən belə kirkə. Daha sonra Yves Rocher'in belə bir ətri var. Trendyoldan Defacto'nun öz saytından sifariş verdiğim belə bir ətr var. Hansı ki bu mənə yaz aylarında gəldi çatdı. Ona görə istifadə edə bilmədim. Amma qoxusu tam bir payız qoxusudur. Daha sonra Arzum Beauty'dən əldə etdiyim Zaragoza markasına məxsus olan belə bir saç misti var. Hansı ki ətri çox gözəldir. Çox qəşəng bir ətri var. Fərah, sərin bir ətirdir. Əgər sərin ətirlər sevirsinizsə, məncə çox bəyənəcəksiniz. Arkada Miss Dior, daha sonra Dior Buket, hansı ki bunlar da yenə doldurulmadı və çox gülməli bir qiymətə aldığım belə bir body mist var, hansı ki shimmerlidir. Bunun ətri eynən Libre ətri verir. 4 manat əldə etmişəm bunu. Hansı ki zərləridir, qalıcılığı da çox qəşəngdir. Məsələn baxın. Formada hem parıltısını bilmirəm görebilirsiniz ya yox, amma çox gözəl parıldayır və qoxusu 4 manatlıq bir mistə görə çox qalıcıdır. Burada aşağı hissədə isə qulluq vəsitələrim var, hansı ki saç spreylərim, üz maskam, serumum, kremlərim, toniklərim və kremlərim mövcuddur. Burada isə belə bir aksesuar qabı var. Bunu mənə rəfiqəm hədiyyə edib, ona görə də üst hissədə hələ saxlamışam. Belə bir kosmetik çantam var. Daha sonra buradaki böyük gözdə isə mənim makyaj vasitələrim yerləşir. Burada gündəlik istifadə etdiyim, ən çox sevdiyim konsilerim NYX'in bu konsilerıdır. Daha sonra məsələn üzü konturlamada istifadə etdiyim kontur stil, Sheglam'ın üz paleti. Belə bir bədən üçün olan zərdir bu. Pudra formasında bədən zəridir. Bunu da özəl günlərdə istifadə edirəm. En çok sevdiğim rivalim bu Givenchy firmasına düp olan toz pudrası. Belə bir Pais firmasının pudrası. Bunu çok sevmirəm. Notun belə bir highlighteri var. Çox qəşəngdir. Bu qiymətə belə bir məhsul məncə möhtəşəmdir. Burada maskaralarım, hansı ki məsələn ən sevdiklərimdən bu iki Flormar'ın maskarası. Favori qaş gelim, sponjlarım, dodaq qələmlərim, göz qələmlərim. Burada isə mən çox taxma kirpik, hansı ki məsələn Temu'dan aldığımız taxma kirpiklər var. Onları çox istifadə etdiyim üçün onların kleyləridir. Sonra belə bir cımbız var, hansı ki bundan onları rahat taxıram. Belə bir gloss, balaca bir belə qayçı. Burada isə paletlərim var, üz paletlərim, hansı ki məsələn bir zamanlar Büşra Bektaşın çıxartdığı, hansı ki bəlkə də heç onun özündə hal-hazırda bu məhsul yoxdur, məndə var. Üçlü üz paletidir. Bu şəkildə üçlüdür. 2 dənə highlighteri var. Bir dənə isə belə soyuq tonlarda bir bronzeri var. Daha sonra burada yenə belə bir qoya bilməyəcəm yerinə. Rivalmi'nin belə bir paleti var. Göz kölgə paletidir. Çox qəşəngdir. Belə bir ten paletidir. Mən ağ rəngini çox istifadə etmişəm göründüyü kimi. Çünki normalda ağ tenlər bu qədər pigmentasiyalı olmurlar, amma bu çox pigmentasiyalı bir məhsuldur.
sonra burada belə bir dörtlü ten paletim var. Tələbə vaxtından firmasından aldığım belə bir bronzer var. Hansı ki çox bərəkətli bir məhsuldur. Belə yekə bir aynası da var. Çantaya atmaq üçün məncə çox uyğundur. Daha sonra burada kiçik məhsullarımı qoymuşam. Hansı ki bunun setini almışdım mən. İçərisində həm belə Bahama Mama bronzer, Hot Mama ənlik. Daha sonra isə belə bir highlighter'ı var. Üçlü deyil, dörtlüydü. Bir dənə isə Zebalm'ın yenə tuju var idi. Lakin onu mən artıq bitirmişəm, istifadə edib. Sonra Flormar'ın çox köhnə seriyasına məxsus olan belə bir teni var. Aça bilsəm göstərəcəm. Bu şəkildə. Çox qəşəng pigmentasiyaya sahibdir yenə. Daha sonra Catrice'in belə ikili ten paleti var. Bu zərli hissəyə görə almışdım və çox pigmentasiyalıdır. Daha sonra ağ tenə ehtiyacım var idi və Temu'dan alış-veriş edən zaman belə bir tenə rastladım. Çox qəşəngdir. Qiymətinə görə verdiyi effekt möhtəşəmdir. Hansı ki, məsələn, baxın sizə mən bunun pigmentasiyasını göstərim, nə dərəcədə gözəldir. Və eyni şəkildə gözünüzə də vurduğunuzda belə bir effekt verir. Daha sonra davam edək. Burada balaca bir Kiko'nun belə bir teni var. Təkli tendir bu da. Bunu yenə açım. Bu formada çəhrayı rəngdədir. Mən bir aralar bu rəngləri çox sevirdim və bu rəngdə olan makyajları da özümə çox yaraşdırırdım. Bunun belə effekti sadə görsənir, lakin bunu üst spreyləyən, makyaj sabitləmə spreyi ilə istifadə etdiyiniz zaman məncə effekti daha gözəl olur. Daha belə gözlər daha parlaq və daha sulu görsənir. Daha sonra bu tərəfdə bu şəkildə set formasında Temu'dan sifariş verdim. Dodaq balzamları var. Və burada yenə dodaq üçün istifadə etdiyim qoxusu çox gözəl olan skrab var. Bir digər tərəfdə Notun 3'ü bir arada belə bir Glow Skin tinti var. Daha sonra Misha'nın Tananisi nömrəsini səhv almışam və açıq tananiylə istifadə edirəm. Çünki mənə çox boz qalır. Sonra ən çox sevdiyim favori məhsulum olan Too Faced'in belə CC kremi var. İçərisində SPF olduğu üçün əlavə bir SPF istifadə etməyinizə ehtiyac olmur. Daha sonra burada Miss Lace'in belə bir dodaq qələmi var. Qırmızı rəngi olduğu üçün bunu çox da istifadə etmirəm. Dodağı masaj etmək üçün skrabla belə bir vasitə var. Belə bir daş var, təbii daş. Hansı ki bunu üzünüzü üz yoqası ilə məşğul olanlar daha yaxşı biləcək. Hər axşam güya mən üzümü masaj edirəm bundan. Amma güya. Sonra Miss Lace'nin 3 dənə belə bir məhsulum var. Hansı ki mən bir ara Miss Lace'nin vasitələrini alıb çox məmnun qaldığım üçün belə bir üz konturunu sifariş vermişdim. Amma qızlar o qədər bərbad bir teksturası, qoxusu var ki, sanki elə bir üzünüzə semiçka yağını çəkirsinizmiş kimi hissiyat verir. Çox bərbad bir qoxusu var. Teksturası da kley kimidir. Üzünüzdə pütür-pütür qalır, yapış-yapış qalır. Bərbaddır. Yəni almayın. Mən sadəcə qablaşdırması gözəl olduğu üçün, şirin olduğu üçün saxlayıram. Daha sonra belə 2 dənə yenə bir məhsulum var. Bu Miss Lace'nin 2 məhsulunu da bu formada göstərmək istəyirəm. Çox gözəldilər. Qablaşdırmaları və dizaynları çox şirindir. Belə bir ənliyi var. Hansı ki bunların içərisində özlərinin güzgüləri də var. Bu şəkildədir. İçi zərli, şaftalı tonlarındadır. Hissə rəngini göstərim. Bu şəkildədir. Yetəri qədər pigmentasiyası var. Sevdiyim bir məhsuldur. Bir digəri isə bu highlighter'dır. Yenə içərisində güzgüsü var və o qədər simlidir ki, bunu highlighter kimi istifadə etmək qeyri-mümkündür. Gördüyünüz kimi çox simlidir. Bunu hansısa bir ten kimi istifadə etmək olar. Amma highlighter kimi düşünürüm ki, çox abartı və vulqar görsənir. Mən bundan belə bir kreativ bir şey hazırlamışam, onu göstərim sizə. Belə kiçik bir ətri qabının içərisinə bədən yağı töküb, içərisinə isə bu həmin highlighter'dan qazıb tökmüşəm və çox qəşəng bir şey alınıb. Həm ətir qabına tökdüyüm üçün ətir hissi gəlir, həm yağlıdır, nəmləndirir bədəni, həm də şimmerlidir. Üçü bir arada. Daha sonra burada yenə belə bir qaş gelim var. Bunu arzumdan əldə etmişdim, amma qətiyyən bəyənmədim. Heç bir şəkildə sabitləməsi yoxdur. Eveline'in belə bir tananisi var. Bunu isə özümə tünd olan tanalı kremlərlə qarışdırıb istifadə edirəm. Daha sonra yenə Miss Lace'nin çox sevərək istifadə etdiyim belə bir primerı var. O qədər gözəldir ki, mən bunu, bu highlighter olanı
set halında almışdım. Hal-hazırda bildiyim qədərilə Temuda bu set artıq yoxdur. Ayrı-ayrı almalısınız. Və burada yenə Mislin firmasına məxsus olan belə bir primerim var. Bu çox su bazlıdır və çox yapış-yapışdır. Elfin primerına düp olaraq hazırlanıb. Yəni ona oxşadılmağa çalışılıb. Həm tekstura cəhətdən, həm isə qablaşdırmasına görə. Çox bəyənirəmmi? Wow dərəcədə bəyənmirəm. Hansı ki, məsələn, makyajımın üzündə çox qalıcı olmağını istədiyim vaxtlarda istifadə edirəm ki, tonal krem üzümdə axmasın. Amma ən çox sevdiyim bu primerıdır. Daha sonra arxada belə bir ten paleti var. Bunu yenə tələbə vaxtı əldə etmişdim və arxada istifadə etmədiyim Golden Rose'un belə bir ten paleti var. Aşağıda da yenə belə bir istifadə etmədiyim ten paleti var. Bu hissədə isə mənim taxma kirpiklərim var. Bunu buradan əldə etmişəm. Belə bir kiprikdir. Bunlardan qaynaq eləyirəm özümə və çox gözəl olur. Bu isə Temudan aldığımdır. Temudan aldığımı daha çox bəyənirəm. Çünki içərisində formasına görə və ölçüsünə görə bir çox seçənəyimiz var. Hansı ki, burada nömrələnib. Əgər bunu necə taxıram, necə istifadə edirəm və gözümü necə çıxardıram maraqlanırsınızsa, buna aid aydınca bir videoda çəkə bilərəm. Daha sonra yenə zapasda saxladığım Golden Rose'un bu qaş geli və ən son aldığım belə bir taxma kirpik var. Hansı ki, buna da yenə qaynaq eləyirəm. Bu daha çox liner effekti verir və gördüyünüz kimi türkü göz formasındadır. Qıyıq şəkildədir. Və altında belə bir yara bandı var. Daha sonra keçək bu 3 bölməyə. Ən aşağıdan başlamaq istəyirəm. Burada saçım üçün istifadə etdiyim fellər, saç buranlar və s. var. Morphosun saç spreyi, saç burmaq üçün olan bigudilər, arxada yeni Temudan olan uzun parça bigudi, bir zamanlar məşhur olan, hansı ki, məktəb vaxtı mənim də istifadə etdiyim bu saç melləri, saç fenim, saç buranım, saç düzləşdiricim və s. Daha sonra burada ən çox istifadə etmədiyim məhsullar var. Anqutum var burada və bu anqutumdan sadəcə biridir. Daha sonra belə bir boş hədiyyə paketi, daha sonra belə balaca renkli kağızlar, burada pul qablarım var. Belə bir pul qablarım var. Bunun maraqlı hekayəsi var, qızlar. Deməli, bunu mən məktəbə praktikaya getdiyim vaxtlarda şagirdlərimdən biri mənə hədiyyə etmişdi. Və yenə mənim uşaq vaxtı özümə hədiyyə etdiyim belə bir pul kisəsi var. Barbie idi və o vaxtlar mənə evdən pul verirdilər. 1 manat, 2 manat və mən öz pulumu yığaraq bunu gedib almışdım özüm üçün. Daha sonra belə təbii aydaşım var. Daha sonra belə aksesuarlarım. Belə bir şam. Daha sonra telefon üçün istifadə etdiyim telefon kablolarım var. Burada isə yenə mənə hədiyyə olunmuş balaca nazlə var. Aşağısında isə yenə belə bir korobka və içərisində istifadə etmədiyim aksesuarlarım. Burada isə sponjlarım var. Bu şəkildə. Üzüm üçün istifadə etdiyim parça maska və Maruderimin bu üz peelingi var. Çox gözəl məhsuldur. Bu artıq sonuncusudur məndə. Rəfiqəmin mənə hədiyyə etdiyi belə bir ten paleti var. Hansı ki, buradakı ten paletindəki rənglər çox rəngarəng olduğu üçün daha çox hansısa məsələn özəl günlərdə istifadə etmək olur və yaxud da maraqlı bir makyaj eləyəndə. Ona görə buradadır. Altında Yevroşenin belə bir paketi var. İçərisində istifadə etmədiyim kosmetik vasitələr var. 2 dənə daraq və saç rezinləri. Burada eynəklər. Balaca belə bir qab. İçərisində isə rezinlər. Bunun içərisində flash kartlar olmalıdır. Arxada belə bir qab və içərisində belə bir işıq. Daha sonra istifadə etmədiyim kremlər və burada yenə 3 dənə belə bir aksesuar qabı. Və mənim makyaj masam bu qədər idi. Videonun sonuna gəldik. Əgər sizin üçün maraqlı oldusa, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Hələlik!